Saatına baxır, fit səsləndi və maç başladı. Uğurlar Neftçi. 28 yaşlı Serbiyalı sağ winger. İndi Neftçinin hücumu İmad orada topu yaxşı götürdü. Farajdan ötürmə topda. Breno gəlir. Breno! Hesab açılır ikinci dəqiqədə. Breno Almeida. Neftçi erkən golla başlayır oyuna. Hücum triosu bu hücumu təşkil etdilər. İmad Tupta ilə oynadı. O isə tək toxunuşla topu saxladı. Breno üçün Almeida isə dəqiq zərbə ilə topu qapıdan keçirir və Neftçi hesabda irəli çıxır. Breno Almeida. İzləyək, altdan Sek topu oyuna daxil etdi. Klinsmann indirdi topu yerə. Faraj yaxşı getdi. Lubomir Tupta götürür topu. O isə Breno'nu gördü. Və Almeida sol cinaha. İmad qaçır, İmad Faraj, İmad çatdı, keçdi rəqibini, İmad ötürməli qapı qarşısına, Emin Mahmudov indirir topu, Breno! Almeida dubl edə bilərdi, alınmadı, hücumsa bitməyib, daha bir zərbə Tuptadan. Müdafiəçilər blokladılar. Klinsmann, İmad Farajdan növbət ötürmə qapı qarşısına, başla uzaqlaşdırırlar. Orada qayda pozuntusuna işarə edir hakim. İkinci qolda dərhal vura bilərdik. Emil Balayev. Gravilyon ötürür topu, yaxınlaşmırlar. Radniçkin, Niş futbolçuları. Andrew Gravilyon irəli ötürmə, əl alınır. Lubomir Tupta offsaytdadır. İmad Farajdan ötürmə, orada Klinsmann əl oynadı, topu saxladı komandamızda. Klinsmann ötürməsi, Breno dubl! Breno Almeida 2-0 edir hesabı. 26-cı dəqiqədə Neftçi növbəti qolu vurur. Bu dəfə də səhnədə Breno Almeida'dır. Sol cinahdan Klinsmannla əla gəldik. Gustavo orada rəqib müdafiəçiyə mane oldu. Topu əla qəbul etdi cərmə meydançasında və dəqiq ötürmə ilə Breno'ya asist edir. Bu hücumda diqqət mərkəzində idilər. Ribero'dan ötürmə Faraja, İmad Farajın ötürməsindən sonra əla oynadı. Çox yaxşı oynadı burada. Rəqib müdafiəçidən Uroş Vitas'dan əla yayındı. Klinsmann və onun ötürməsini qola çevirən Breno Almeida'dır. Ribero'dan ötürmə Breno Almeida tək toxunuşla İmad ötürdü topu. Faraj sol cinahda gəlir. Tupta cərmə meydançasında. İmad özü vurdu. Qapıcı qaytarır topu. Tupta açıldı. Orada ötürmə gözlədi. Faraj özü vurdu. Stanivukovic qaytara bildi bu topu. Klinsmann sol cinaha İmadı düşündü. Klinsmannın ötürməsi İmad Faraj qaçdı. Çatdı topa. Oyundan kənar vəziyyət yoxdur. İmad Farajdan ötürmə Lubomir Tupta saxladı topu. Tupta vurur. Qapıcı qaytardı topu. Fitni səsləndirir. Birinci hissəni bitirir. Falaye Sakonun mövqeyində oynayacaq. Fit səsləndi mərkəzdən, top oyuna daxil edilir. Təbii ki, Gravilyonun müdafiənin sağında da izləmək. Arzadan irəli ötürmə, yaxşı alınır, çox yaxşı alınır. Cəfərovun ötürməsi, Lubomir Tupta irəliyir, önündə yalnız bir müdafiəçidir. Tupta çəkdi sağına, Tupta vurur, dirəkdən qayıdır. Lubomir Tupta. Dirək Tuptanın fərqlənməsinə mane olur, ancaq Rızanın ötürməsi mükəmməl idi. Əl ötürmüşdü Cəfərov. Tuptanın zərbəsi isə çox tərs. Breno Almeida korneri yerinə yetirir. Breno ötürmə, qapı qarşısına Bədəlov yüksəldi qapıcı. İndi Gravilyon! Top qapının üstündən keçir. Andrew Gravilyon! Növbəti qol imkanını da izlədi, amma bu dəfə də top qapıdan keçmədi. Andrew Uroş Vitas. Tupta gedir qapıcının üzərinə. Ötürmə mərkəzə, orada Frank Kanute çevrildi. Klinsmann gəldi, aldı topu. Qaydanı da pozmuyor. Ötürmə İmad Faraj. İmad Faraj cərmə meydançasında. Faraj zərbə vurur. Qapıcı topu qaytardı. İndi hücumda olan tərəf Radniçkin iş futbolçularda ötürmə sağ cinaha. Rıza çıxdı irəli vaxtında. Topu götürdü Rıza Cəfərov. Matthew bir qədər gecikmişdi, amma topu çatdıra bildi Rızaya. O isə öz növbəsində Rüfətlə oynadı. Daha doğrusu Muradla oynadı. Murad Xaçayev. Xaçayevdən mərkəzə. Tupta Breno Almeida'dan sağ cinaha Andrew Gravilyonu ötürür topu. Gravilyon sağ cinah müdafiəçi kimi oynayır. İndi ötürmə qapı qarşısına gol! Amma bayraq havadadır. Breno hat-trick edirdi. Çox yaxşı idi. İzləyək təkrarını. Varmı burada oyundan kənar vəziyyət? Yoxdur. Hakimin səhvidir bu. Burada dəqiq Breno oyundan kənar vəziyyətdə deyil. Yoxdur burada heç nə. Təmiz qol idi. Təbii ki, yoxlama oyunudur, var. Sistemi yoxdur burada, ancaq bu qol qeydə alınmasa belə, bəlkə burada Sammunun toxunuşu. İstənilən halda yenə də oyundan kənar vəziyyət yoxdur orada. Uroş Vitas'ın ayağı irəlidədir. Sol cinah ötürmə, Lubomir Tupta.
Baxır cərimə meydançasına, Tuptadan ötürmə, qapı qarşısına, Sambu! Vassala Sambu. Hücuma Tupta özü ötürür topu. Cərimə meydançasına, Sambu. Rıza, Elvin. Elvin Bədəlov. Bədalovdan irəli ötürmə, Sambu və Ağadadaş oradadılar. Vassala Sambu. Çevrilir Sambu. Emil Səfərov qoşulub hücuma görmək lazımdı onu. Ağadadaşla oynadı. Salyanski. Məhəmməd Məmmədli. Elvin Camalov yaxşı döndü Elvin. Camalov sağında Ağadadaş top gözləyirdi. Ötürmə cərimə meydançasına Səfərova. Orada qapıcıya mane oldu. Çaşdırdı müdafiəçi. Ötürmə Ağadadaş. Salyanski. 3-0. 82-ci dəqiqədə Neftçi hesabı 3-0 edir və qolun müəllifi Ağadadaş Salyanski olur. Hücumumuz yaxşı alınmışdı, amma sonuncu ötürmədən sonra əslində qapıcı topu götürə bilərdi orada. Müdafiəçi Uroş Vitas mane oldu qapıcıya, nəticədə topu itirdilər və bu səhvi bağışlamır Salyanski. İzləyək təkrarını. Bu ötürmədən sonra Vitas mane oldu qapıcıya. Səfərov topu qazandı. Asist Emilindi. Və Ağadadaş yaxın küncə dəqiq. İrəli ötürmə qapıcıdan. Yaxşı oynadı orada Xaçayev. İndi Aslan Şirinov. Aslandan ötürmə yenidən Xaçayev və Murad Xaçayev sol canatdan cərimə meydançasına. Xaçayev ötürmə qapı qarşısına. Emil Səfərovun zərbəsi qaytardılar. Camalov topu qapının üstündən vurur. Dördüncü qolu da vura bilərdi Neftçi. Oyunun baş hakimi maçı bitirir. Oyunda son epizod bu idi. Xaçayevin ötürməsindən sonra Səfərov zərbə vurdu. Qapıcı da yox. Orada müdafiəçi topa toxundu. Təkrar zərbə isə qeyri-dəqiq alınır Camalov.